Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Seyyidina ve nebiyyina Ebil Qasimil Mustafa Muhammed. Allahümme ve ala ehli beytihi tayyibine tahirinel ma'suminel mukarremin. Siyyemel huccah baqiyetillahi fil aradin. روح و ارواح العالمين لتراب مقدمه الفدا و لعنة الله على اعدائهم اجمعين من الآن الى قيام يوم الدين. اعوذ بالله من الشيطان الرجيم. رب اشرح لي صدري ويسر لي امري واحلل عقدة من لساني يفقه قولي. Bugün mübarək Ramazan ayının 10-cu gecəsi Peyğəmbər Salavatullahın ilk həyat yoldaşı, xanım Fatimənin anası, imamlarımızın nənəsi, Əli əleyhissalamın həm analığı, həm ona ana qayğısı göstərən, həm də qaynanası, xanım Xədicə-i Kübra salamullah aleyhanın vəfat günüdür. Biz bu günü şəhadət günü də adlandıra bilərik. Məclisin sonunda niyə şəhadət günü dediyimi özünüz başa düşəcəksiniz. Həzrəti Xədicə anamız Peyğəmbərin ilk həyat yoldaşı olub və Peyğəmbər onunla evli olduğu müddət ərzində ki, təqribən 25 il Peyğəmbər onunla ömür sürüb. O 25 il ərzində Peyğəmbər heç bir xanımla ailə həyatı qurmayıb. Həzrəti xanım Xədicə xanım Fatimənin anasıdır. Həzrəti xanım Xədicənin dünyaya gəlməsinin tarixi isə bizə dəqiq məlum deyil. Nə zaman dünyaya gəlib, onu tam dəqiq deyə bilmirik. Amma təqribən rəqəm var tarixdə ki, təqribən hicrətdən 50-55 il öncə dünyaya gəlib. Hicrətdən 50-55 il öncə. Bu da eləyir miladi təqvimi ilə 565-570-ci illər arası. Atasının adı Xuveylid İbni Əsəd, anasının adı isə Fatimə binti Zaidət. Xanım Xədicə cahiliyyət dövründə, İslamdan əvvəl o qədər pak, o qədər namuslu, ismətli və həyalı bir xanım olub ki, ona ərəblər Tahirə ləqəbin, yəni pak ləqəbini veriblər. Ərəblərdə ləqəb vermək xüsusiyyəti insanın şəxsi özəlliyinə görə idi. Bir adamın ən çox qabarıq xüsusiyyəti, hansı xüsusiyyət hesab olunurdusa, ona görə ona ləqəb verirdilər. Ya pis, ya yaxşı. Xanım Xədicənin də məşhur ləqəbi Tahirə. Kübra isə xanım Xədicə Kübra deyirik biz. Kübra yəni böyük, böyük Xədicə. Həzrəti Rəsulullah sallallahu 24 yaşı var idi. Əmisi Əbu Talib onun maddi vəziyyətinin yaxşı olmadığına görə ona münasib bir iş tapmağı qərara gəlir və bu məqsədlə qardaşı oğluna Məkkənin ən imkanlı xanımı olan, mən bir rəqəm oxumuşam xanım Xədicə barəsində, desəm sizə düşünərsiniz şişirtmədir. Amma tarixdə bu rəqəm qeyd olunub ki, 80 minə yaxın dəvəsi olub. 80 min dəvə sahibi olub. Düzdür, səhvdir, Allah bilir. Tarixdə qeyd olunub amma bu.
Hər halda çox imkanlı xanım olub. Siz təsəvvür etdiyinizdən də çox. Bir tarixdə oxumuşam ki, Məkkənin ən varlı adamı olub. Xanımların içində yox ha, elə kişilərin də içində ən varlı insanı olub Məkkə şəhərinin. Həzrəti Peyğəmbər sallallahu əmisi, İmam Əlinin atası Əbu Talib Peyğəmbərə tövsiyə eləyir ki, xanım Xədicə özünün karvanın aparıb, ticarət elətdirib, Məkkəyə qaytaran bir əmin adam axtarır, etibarlı insan axtarır. Mən bu iş üçün səni tövsiyə eləyirəm, səni ona məsləhət bilmək istəyirəm. Əgər icazə versən, xanım Xədicənin karvanın sən aparıb Şama gətirəsən. Peyğəmbər razılaşır, qısa bir müddət sonra xanım Xədicə Kübranın ticarət karvanına Peyğəmbər rəhbərlik eləyir, Şama gedirlər və həmişəkindən çox qazanc əldə eləyərək geri dönürlər. Peyğəmbərin gəlməsinə, Məkkəyə çatmasından əvvəl hələ Peyğəmbərin 24 yaşı var. Çatmasından əvvəl xanım Xədicənin xidmətçisi özün Məkkəyə çatdırır. Karvan hələ 2-3 gündən sonra gələcək. Gəlir, çatdırır, xanım Xədicə soruşur ki, neynədir karvan rəhbəri? O dövrdə hələ Peyğəmbər deyil. O danışır ki, ya Xədicə, belə gözəl insan idi, bizimlə belə rəftar eləyirdi. Allah ona, çünki o dövrlərdə ərəblər Allaha inanırdılar. Onların içində bütpərəstlər, müşriklər də olsa, amma Allaha inananlar da kifayət qədər var idi. Deyirlər ki, Allah ona bir xüsusi bərəkət verib ki, ayağı hara dəyirdisə bərəkət olurdu. Malımızdan qəşəng qəzənc əldə eləmişik. Belə-elə xanım Xədicə görür ki, onu qazanc maraqlandırmır. Deyir, onun şəxsiyyətindən danış mənə. Necə rəftar eləyirdi, necə idi bu cür. Başlayır Peyğəmbərin şəxsiyyətindən bu Qulam xanım Xədicə Kübraya danışmağa. Və xanım Xədicə orada bir qərar qəbul eləyir. Öz məhəbbətini Peyğəmbər sallallahu ishar eləmək. Və qeyd eləyirlər ki, xanım Xədicə özü birinci olaraq Peyğəmbər sallallahu evlənmək təklifi göndərir və Peyğəmbər sallallahu da öz əmiləri ilə məsləhətləşəndən sonra bu təklifi qəbul eləyir və toy məclisi, o dövrün adətinə görə toy məclisi qurulur və onlar evlənirlər. İndi mən sizə bir qeyd eləmək istəyirəm. Xanım Xədicə Kübra salamullah aleyhaya Peyğəmbərə qədər bilirsinizmi nə qədər kişilər elçi gəlmişdilər. Mədinənin ən varlı, şanlı, hörmətli kişiləri ki, çoxunun adını burada tutmaq istəmirəm, yaxşı adamlar olmayıblar. Onlar xanım Xədicə Kübraya elçi gəlirdilər. Amma Həzrət xanım Xədicə Kübra onların malına, tayfasına, gücünə, nə bilim, hörmətinə görə onları əsla və əsla öz yaxınına buraxmırdı, razılaşmırdı. Çünki xanım Xədicə üçün ən önəmli şey kişinin var dövləti deyildi, onun şəxsiyyəti idi. Xanım Xədicə şəxsiyyətli insan axtarırdı. Ona elçi gələnlərin içində də kifayət qədər imkanlı olsa da, xanım Xədicə istəyən şəxsiyyətli kişi yox idi. Və Peyğəmbərin şəxsiyyəti ilə tanış olandan sonra xanım Xədicə başa düşür ki, axtardığını tapıb. Və Peyğəmbər sallallahu xəbər göndərir. Peyğəmbər də xəbəri qəbul eləyir və toyları olur. İndi burada bir haşiyə çıxmaq istəyirəm. Bəzən tarixi məlumatlarda məşhurlaşan bir məlumat bundan ibarətdir ki, xanım Xədicənin 40 yaşı olub Peyğəmbərlə evlənən zaman. Bu bir yanlışdır. Xanım Xədicə Kübra 40 yaşında olarkən Peyğəmbərlə evlənməyib. Düzdür, məşhur nəzərdir. Məşhurlaşdırıblar bunu. Amma bu real deyil, həqiqəti əks elətdirmir. Mən sizə nə qədər tarixdən statlar, nümunələr gətirərəm, araşdırmacıların fikrini deyərəm ki, indi vaxt uzanar deyə çox toxunmuram. Xanım Xədicənin yaşının neçə olması barəsində 8 ya 9 tarixi məlumat oxumuşam. Ən az 25 deyilir, ən çox isə 45-ə qədər deyirlər, 46-ya qədər deyirlər. Amma ən daha real, həqiqətə yaxın variant
tarixi nəzər xanım Xədicənin 28 yaşının olması olub. Peyğəmbərlə evlənən zaman 28 yaşında idi. Çünki əgər 40 yaşını qəbul eləsək, o zaman xanım Fatimə evlilikdən 20 il sonra doğulub. Deməli 60 yaş olanda dünyaya gəlib xanım Xədicənin. Bu da biraz reallıqdan uzaq görsənir. Birdən o cür olmuş olsaydı, o artıq bir möcüzə hesab olunardı və tarixlərə mütləq düşərdi. Mütləq tarixdə o barədə qeyd olardı və biz də görərdik. Necə ki, Zəkəriyya Peyğəmbərin yoldaşı qoca vaxtında ana olur, İbrahim Peyğəmbərin yoldaşı qoca vaxtında ana olur. Allah onu Quran-ı Kərimdə bizə xüsusi danışır. Amma xanım Xədicə Kübrada bu baş verməyib. O 28 yaşında olarkən evlənib və 48 yaşında olarkən isə xanım Fatimə Zəhra salamullahi aleyha dünyaya göz açıb. Və bir səhv məlumat da budur ki, xanım Xədicə Kübra salamullahi aleyhadan Peyğəmbərdən öncə 2 kişi ilə deyirlər evli olub. Bu da səhv məlumatdır. Xanım Xədicə Kübra Peyğəmbər salavatullahdan əvvəl heç kimlə evli olmayıb. Ona elçilər gəlib. Bu barədə tarixi nəzərdə var. Amma mən özüm də bunu qəbul eləmirəm və xanım Xədicə Kübranın Peyğəmbər salavatullahla ailə quran zaman heç kimlə evlilikdən sonra ya boşanmayan ya da dul qalan bir xanım olmayıb. Nə dul olub, nə boşanmış. Və Peyğəmbər salavatullahın xanım Xədicədən 6 övladı dünyaya göz açıb. 4'ü qız övladı, ikisi isə oğul övladı. Qasim Peyğəmbərin birinci oğludur ki, uşaq yaşında vəfat eləyib. İkinci övladının adı isə Peyğəmbər öz atasının adını qoyub, Abdullah. O da uşaq yaşında vəfat eləyib. Və digər qızları isə Ruqayyə, Zeynəb, xanım Fatimə, daha doğrusu Ümmə Külsüm və xanım Fatimə Zəhra. Xanım Xədicədən olan sonuncu övladının adı xanım Fatimə Zəhra salamullahi aleyhadır. Həzrəti Xədicə salamullahi aleyha dediyim kimi 24-25 il Peyğəmbər salavatullahla birgə yaşayıblar və Peyğəmbər bu müddətdə heç kimlə ailə qurmayıb. Xanım Xədicə Kübra, bayaq ziyarətnamədə oxuduq, xanımların içərisindən İslama iman gətirən ilk şəxsiyyətdir. Və onun yetim bir, kasıb bir oğlanla Peyğəmbərlə evlənməsinə görə Qureyş tayfasının, öz tayfasının qadınları ondan üz çevirirlər. Ona irad bildirirlər ki, sənə bu qədər varlı, hallı insanlar elçi gəlmişdi, onların hamısını rədd elədin. Getdin kasıb bir oğlana. Buna görə nə qədər insan xanım Xədicə ilə küsür, ondan üz çevirir, onu danışdırmır. Hətta xanım Fatimə dünyaya gələndə belə gəlib ona kömək eləmirlər, yanında olmurlar və s. Və xanım Xədicə İslamın ən çətin ilk 13 illik dövrünü Peyğəmbər salavatullaha yoldaşlıq eləyib. İlk ən çətin 12-13 illik dövrü olub, Məkkə dövrü. O dövrdə Peyğəmbərin yanında olan insan, tək-tük insanlardan biri də xanım Xədicə Kübra idi. Və xanım Xədicə bütün var dövlətini heç bir qarşılıq güdmədən, təşəkkür güdmədən, təmənna ummadan Peyğəmbərin, Allahın və İslamın yolunda fəda elədi. Bir dəfə də olsun Peyğəmbərə demədi, niyə? Əgər xanım Xədicə Kübranın vaxtında İslam üçün xərclədiyi pullar olmasaydı, müsəlmanların hamısını ilk ildəcə ya acından öldürüb məhv eləyərdilər, ya da onları iqtisadi blokadada saxlayıb tamamilə başqa formada silərdilər. Yəni, müsəlmanların ilk ildə məhv olma təhlükəsinin qabağın alan xanım Xədicə Kübranın elədiyi fədakarlıqlar idi. Çünki bilirsiniz, İslamın qılıncla müdafiə olunduğu dövr nə zaman başlayıb? Gəl bura, gəl.
Bura qədər gəlir, qayıdır. İslamın ilk dövrlərində İslam qılıncla müdafiə olunmadı. Necə müdafiə olundu? Xanım Xədicə Kübra salamullah aleyhanın elədiyi fədakarlıqlarla. Çünki hələ qılınc dövrü deyildi, Peyğəmbərin ordusu yox idi. Xanım Xədicə Kübranın Peyğəmbər yolunda xərclədiyi o pullar Peyğəmbərin və müsəlmanların çox köməyinə çatırdı. Əks halda müsəlmanlar vəziyyətləri çox pis bir halda tarixdən silinə bilərdilər. Ona görə də bu məsələ sizə zarafat gəlməsin. Hamının Peyğəmbərdən üç çevirdiyi bir vaxtda bir xanım bütün var dövlətin İslam üçün xərcləyir. Əvəzində təmənna güdmür, niyə sualı vermir. Biz ona görə bugün İslama, bugün əlimizə gələn bu dinə görə Peyğəmbər istisna bir neçə şəxsə borcluyuqsa, biri İmam Hüseyndir ki qanına görə, biri İmam Əlidir ki fədakarlığına görə, igidliyinə görə, biri də xanım Xədicə Kübradır ki fədakarlığına görə. Yəni biz adi bir insanın məclisində oturmamışıq. Biz gəlmişik bizim müsəlman olmağımıza vasitə olan ən böyük səbəbkarlardan birini yad eləyək. Amma çox təəssüf ki, o xanım haqqında çox az danışılır. Çox az tanıtdırılır. Elə bir xanımdır ki, heç kim Peyğəmbəri müdafiə eləyəməyəndə o eləyirdi. Hamı Peyğəmbərə qarşı çıxanda o Peyğəmbərin yanındaydı. Halbuki istəsəydi, o ən yaxşı şəkildə yaşayardı. Amma o yaxşı yaşamağı deyil, öz malın Peyğəmbər yolunda ehsan eləməyi üstün tutdu. Allah hamımıza nəsib eləsin, gedib o Hira mağarasını görəsiz. Ora cavanlar güclə qalxırlar. Peyğəmbər ildə bir dəfə, bir ay gedib orada ibadət eləyərmiş. Peyğəmbərin çörəyin, yeməyin, suyun sizcə kim qaldırarmış ora? Xanım Xədicə Kübra salamullah aleyha. İndi kişilərin zorla qalxdığı yerə, indi hələ pləkan var, şərait qurublar, o vaxt heç onlar da yox idi. O mağaraya qədər hər gün Peyğəmbərə su yemək yaparan fədakar bir ana, fədakar bir xanım, fədakar bir müsəlman və fədakar bir möminə xanım idi, xanım Xədicə Kübra. Peyğəmbər bir gün qəmli halda gəldi evə. Xanım Xədicə Kübra Arifə xanım idi, üzündən hiss elədi Peyğəmbərin qəmgindir. Deyirdilər, tarix yazır, xanım Xədicə Kübranın ən pis vəziyyəti Peyğəmbəri qəmli görəndə olurdu. Elə hala düşərdi ki, deyirdi, çalışırdı, nə əlindən gələrdi eləsin ki, Peyğəmbərin üzü gülsün. Və nəhayət Peyğəmbərdən soruşur ki, ya Rasulallah, ya Rasulallah, niyə belə qəmlisən? Peyğəmbər cavab verir ki, bugün eşitdim ki, süd anam Həlimə xatun ərəblərin arasındakı o tayfa döyüşlərinin birində əsir düşüb. Və əsirlikdən azad olunması üçün də çoxlu məbləğ pul tələb eləyirlər. Xanım Xədicə Kübra düşünmədən həmin məbləği ödəyərək Peyğəmbərin süd anası olan Həlimə xatunu əsirlikdən azad eləyir. Tək ki Peyğəmbərin üzü gülsün. Tək ki Peyğəmbərin qəlbi qəmlənməsin. Diqqət olunası məqam budur ki, bir şeyi yadda saxlayın, bunu deməliyəm. Peyğəmbər sələvatullah özü şəxsən bir dəfə də olsun xanım Xədicədən kömək istəməyib. Ümumiyyətcə Peyğəmbər heç kimdən kömək istəməyib. Xanım Xədicə Kübra salamullah aleyha Peyğəmbər istəmədən, yəni Peyğəmbər öz şəxsi üçün heç vaxt heç kimdən heç nə istəməyib. Peyğəmbər kömək istəmədən xanım Xədicə kömək eləyib. Ona görə böyüdü ki, bir var istəsin, üzü keçməsin, versin. Bir də var Peyğəmbər demədən gətirib qoyurdu Peyğəmbərin önünə öz mal dövlətin. Allahın yolunda xərcləyirdi. Və Peyğəmbərə kömək təklifin xanım Xədicə Kübra özü eləyirdi. Xanım Xədicə anamız elə bir xanım olub ki, Peyğəmbər özü dəfələrlə buyurub, onun yerini kimsə tuta bilməz. Bir dəfə bir hadisə baş verir. Peyğəmbər sələvatullah artıq Peyğəmbərliyə seçilib, bir neçə il keçib, Məkkədə fəaliyyət davam eləyir. Bir gün Peyğəmbər gəldi, dedi ki, ya Xədicə, bugün Cənab-ı Cəbrail mənə nazil oldu
və dedi ki, ey Allahın Rəsulu, Allah Xədicəyə salam göndərir. Allahın salamını ona çatdır. Bu salamı xanım Xədicəyə deyəndə deyir, xanım Xədicənin xəcalətdən başı əyildi yerə. Dedi, ya Rasulallah, mən neynəmişəm ki, Allah məni bu qədər diqqətdə saxlayır? Nə etmişəm Allah üçün ki, bu salama layiq olmuşam? Adam bütün var dövlətin xərcləyib, zərrə qədər düşünmür, nəsə eləmişəm. Sual verir, neynəmişəm axı ki, bu ləyaqətə layiq görülmüşəm? Allah mənə salam göndərir. Mədinə dövründə bir gün Peyğəmbər sallallahu xanımların arasında Həzrəti Xədicədən söhbət düşür. Peyğəmbərin xanımları əyləşiblər, söhbət edirlər xanım Xədicədən. Deyir, Peyğəmbər elə ki, xanım Xədicənin adını eşitdi, bir tarix yazır ki, o vaxt olmadı ki, xanım Xədicənin vəfatından sonra bir dəfə xanım Xədicənin adını Peyğəmbər yanında çəksinlər, o ağlamasın. Deyirlər, adı çəkilir, ağlayır Peyğəmbər. Peyğəmbərin yoldaşlarından olan xanım Ayşə Peyğəmbərdən soruşur ki, niyə ölüb getmiş bir qadın üçün ağlayırsan? Məgər Allah ondan daha yaxşısını sənə vermədi? Belə bir sual verir. Həzrəti Rəsulullah sallallahu buyurur, siz kafir olanda o möminə xanım idi. Siz məni yalancı hesab eləyəndə o məni əmin bilirdi. O mənim üçün dünyanın ən ləyaqətli övladlarını dünyaya gətirib, and olsun bizi yaradana, mən ondan yaxşısına rast gəlməmişəm. Həzrəti Rəsulullah xanım Xədicə Kübra ilə evlənəndən sonra xanım Xədicə Kübra dediyim kimi var dövlətin ehsan elədi və düşdü kasıb vəziyyətinə. O qədər müsəlmanlara kömək elədi. O qədər qoymadı acından ölsünlər. Məsəl üçün, qullar iman gətirirdilər Peyğəmbərə. Amma ağaları müşrikdir. Xanım Xədicə onların pulunu ödəyirdi. Ağalarından alırdı ki, ağaları onlara zülm eləməsin. Bilirsiniz nə qədər belə qul azad olunmasında xanım Xədicənin böyük rolu oldu? Belə nə qədər fədakarlıqlar elədi və hər zaman Peyğəmbər üçün kasıb yaşamağa razı oldu. O var dövlətli, komfortlu həyatından vaz keçdi Allaha görə. Bilirsiniz nə qədər pis sözlər dedilər xanım Xədicə Kübraya? Müşriklər nə tənələr vururdular, nə böhtanlar atırdılar, nə söz yarası vururdular. Amma bunlara rəğmən Peyğəmbəri tərk eləmədi və Peyğəmbəri köməksiz qoymadı. Bunu yaxşı yadda saxlayın ki, Peyğəmbərin yoldaşlarının içində Peyğəmbərə yeganə layiq olan xanım Xədicə Kübra idi. Peyğəmbərin şəxsiyyətinə, imanına, təqvasına, hər mənada özəlliyinə ən yaxın, ən layiqli şəxsiyyət xanım Xədicə Kübra olub. Xanım Xədicə üçün bu iftixar bəs eləyər ki, bu iftixar bəsdir, başqa tərif lazım deyil ki, deyək ki, Allah Fatimə-i Zəhra kimi bir qızın, bir xanımın anası olmaq şərəfini ona bəxş eləyib. O bətində xanım Fatimə-i Zəhra dünyaya gəlib. Xanım Xədicə imamətin anası hesab olunur. Həm xanım Fatiməyə analıq eləyib, həm Əmir-əl-Müminin Əli əleyhissalamı analıq eləyib. Xanım Xədicə bir məsumun həyat yoldaşıdır. Və yadda saxlayın, 13 məsumun da anasıdır. İmam Əli daxil, ona analıq elədiyinə görə. 13 məsum anası və bir məsum həyat yoldaşı olan bir xanımın məclisindəyik. İmam-ı Səccad əsir olanda, Kərbəlada ona deyəndə ki, özünü təqdim elə kimsən, özün təqdim eləyəndə bu cümləni işlədir. Deyir, mən Xədicə Kübranın oğluyam. İmam özün Xədicə Kübra vasitəsilə tanıtdırır. Fəxr eləyir özlüyünə ki, imam, zəmanə imamından söhbət gedir. Xədicə Kübra övladı olmaqla fəxr eləyir. İmam Zaman əleyhissalam nüdbə duasında İmam Zaman xanım Xədicə Kübraya salam göndərir. İslamın bugün yaşaması 4 əsas
şəxsiyyətin üzərində qurulub, biləsiz. Peyğəmbərin əxlaqı, İmam Əlinin şücaəti, xanım Xədicənin fədakarlığı və İmam Hüseyn əleyhissalamın qanı. Bu dörd şəxsiyyətin, bu dörd sütunun üzərində İslam binası qurulub. Və xanım Xədicə Kübranın vəfat günləridir bu günlər. Peyğəmbəri hicrətdən bir neçə il əvvəl, indi ümrəyə gedənlər, həccə gedənlər gedib oranı ziyarət edirlər. Şib-i Əbu Talib dərəsi deyirlər. Əbu Talib adlı bir dərə var orada. Həmin dərədə bütün müsəlmanları ora yığıb, orada blokadaya salırlar. Ora Əbu Talibin olub, həmin o hissə, Məkkə şəhərinə, Kəbədən bir qədər aralıdır. Ora yığıblar və orada onları blokadaya saxlayıblar. Əmr veriblər, kimsə onlara çörək satmasın, su verməsin, qız almasın, heç bir köməklik olunmasın. Kimi tutsaq, bilsək ki, müsəlmanlara kömək eləyirlər, öldürəcəyik ya da qovacağıq. Belə bir zamanda Peyğəmbər sallallahu üçün olan qalan varını da xərclədi xanım Xədicə Kübra. O vəziyyətə düşdü ki, özünün günlərlə yeməyə çörək olmadı. Özü ac vəziyyətdə düşdü can yatağına. O hətta düşdü ki, bədəninin taqəti qalmadı o çətinliyə dözməyə. Və belə bir vəziyyətdə Peyğəmbər sallallahu həyat yoldaşı, belə bir vəziyyətdə Peyğəmbər sallallahu o gözəl həyat yoldaşı düşdü can yatağına. Və ölüm yatağında idi ki, Peyğəmbər sallallahu onun başı üzərindədir, Peyğəmbərə sual verdi. Dedi, ya Rasulallah, həyatdan köçürəm, gedirəm Allahımın huzuruna. Ya Rasulum, bir narahatlığım var, istəyirəm dünyada ona cavab tapım, ondan sonra rəhlət eləyim. Və mənim axirət saadətim o cavabdan asılıdır. Xoşbəxtliyim o cavabdan asılıdır. Ya Rasulallah, de görüm, məndən razı qaldın. Suala baxın. Bir ömür yolunda fədakarlıq elə. Axırda da bu sualı ver. İnsan nigarandır. Hələ də nəsə elədiyini düşünmür. Ay qurban olum, indi bəziləri az qala yazıb altından imza çəkmək istəyir ki, mən bugün filan vaxtı indiyə qədər yadda saxlayıb, filanıncı ildə kətdə hansısa kasıbə əl tutub, bugün də danışıb, kətdə eşitməyən də qalmayıb, ya bir yaxşılıq eləyib, 50 min dəfə danışıb, eşitməyən qalmayıb, az qala deyirsən ki, saxla, mən sizdən danışım sənə əvəzvə, harada nəyi necə eləmirsən. 50 min dəfə danışır, Allaha da özümüzə borclu bilirik. Bu boyda iş görəsən, axırda sual verəsən ki, görən razısan məndən. İnsan heç bir zaman öz əməlinə güvənməməlidir. Öz əməlin bir şey hesab etməməlidir. Kim ki öz əməlinə güvəndisə, axırı həmin adamın yaxşı olmur. Öz əməlinə güvənməyənlər həmişə axırda yaxşı qutarırlar. Və xanım Xədicə bu sualı verəndən sonra Peyğəmbərə belə bir cümlə deyir. Deyir ki, ya Rasulallah, əgər hardasa sənə qarşı biganə və layiqeyd olmuşamsa məni bağışla. Birdən də olub da biganə olmuşam sənə, görməmişəm sənin dərdüvi, üzündən başa düşə bilməmişəm, sıxıntı çəkirsən, məni bağışla. İkinci xahişi bu olur ki, deyir bu sualıma cavab ver ya Rasulullah. Peyğəmbər cavab verir ki, mən səndən razıyam. İkinci xahişi olur Peyğəmbərdən, deyir ki, ya Rasulallah, bir xahişim də var səndən. Qızım Fatiməni sənə tapşırıram. İcazə vermə, kimsə onun qəlbini qırsın, kimsə onu incitsin, kimsə onun üstünə qışqırsın, kimsə ona acıqlansın. Üçüncü vəsiyyətimdə deyir, qızım Fatimə sənə deyəcək. Özü utanır deməyə Peyğəmbərə. Qızım Fatimədən soruşarsan, o deyər. Peyğəmbər tərk eləyir xanım Xədicənin yanını ki, vəsiyyətin qızını eləsin. Xanım Xədicə Kübra öz vəsiyyətin kiçik, az yaşlı qızı xanım Fatimə Zəhraya deyir. Deyir ki, qızım, mən öləndən sonra atan Rəsulallaha deyərsən ki,
ehtiyacım var, qəbirdən qorxuram. Məni öz əbasına büküb dəfn eləsin. Qorxuram qəbrin sual cavabından. İndi 2 gün, 1 gün namaz qılan elə iddialı danışır, elə bir ki, cənnət intizarındadır bunun. Xanım Xədicə Kübra əzəmətində bir ana qorxur qəbirdən, qorxur Allahın əzabından. Vallahi, nə deyim bundan sonra? Çox arxayınıq biz bəzən özümüzə. Əməllərimizə çox arxayınıq. Düşünürük ki, bu 5-3 dənə yaxşı əməllə demirəm, ümidsiz olaq. Əməlimizə də arxayın olmayaq. Ümidimiz Allahın rəhmətinə olsun, öz əməlimizə yox. Heç vaxt özümüzə güvənməyək, Allahın rəhmətinə güvənək. Deyək ki, ilahi, bizə qalsa cəhənnəmliyik. Mən özümə baxıb qiymət versəm, deyərəm ki, mənim cəhənnəmdən başqa bir yerim yoxdur. Bu varlıqla, bu günahla, bu şəxsiyyətlə, bu imanla mən cənnətə layiq deyiləm. Kim bilir özünü layiq özü bilər. Mən layiq deyiləm ilahi. Mən bilirəm ki, mən cənnətə getsəm öz hesabıma getməyəcəyəm. Sənin rəhmətin hesabına gedəcəyəm. Mənə qalsa mənim yerim məlumdur. Xanım Xədicə yeganə xanımlardan olub yadda saxlayın. Allah 5 kəfən göndərib cənnətdən. 5 kəfən. O 5 kəfən 5 kimsənin olub. Peyğəmbərin, Əmir-əl-Mu'mininin, xanım Fatimənin, İmam Həsənin. İmam Hüseynə o kəfən qismət olmayıb. Çünki İmam Hüseyn kəfənsiz öz qanlı köynəyi ilə dəfn olunub. Və 5-ci kəfən xanım Xədicə Kübranın olub. Allahın cənnətdən göndərdiyi kəfənə bükülərək xanım Xədicə Kübra dəfn olunub. Və xanım Xədicənin son vəsiyyəti də öz yaxın rəfiqəsi olan Ummu Sələməyə olub. Ummu Sələmə deyir ki, xanım Xədicə bizi gördü, can yatağındaydı, ağlamağa başladı. Dedilər ki, ay xanım Xədicə, sən bizim hamımızdan üstünsən. Niyə ağlayırsan, niyə narahatsan? Xanım Xədicə buyurdu ki, mən ölüm qorxusundan ağlamıram. Allah şahiddir ki, ölümdən qorxmuram. Mən o günə görə ağlayıram ki, o gün ki, qızım Fatimə toy libasını geyinəcək və toy gecəsində gözü anasını axtaracaq, onda mən yanında ola bilməyəcəyəm. Mənim sizdən bir xahişim var. Bir dua edir orada, deyir ki, ilahi, heç bir qız gəlin köçəndə gözü anasını axtarmasın. Anası yanında olsun. Ondan sonra Ümmü Sələmə deyir ki, mən söz verdim ona ki, xanım narahat olma. Əgər mənə Allah ömür versə, sağ qalsam, mən sənin qızıva analıq eləyəcəyəm. Onu gəlin yola salanda ona analığı özüm eləyəcəyəm. Və xanım Xədicə Kübranı Peyğəmbər özü vəsiyə, özü kəfən eləyir, özü qüsl eləyir. Və heç kim barəsində görmədiyi bir işi Peyğəmbər salavatullah xanım Xədicəni dəfn eləyəndə eləyir. Xanım Xədicəni qəbrə qoymazdan əvvəl özü Peyğəmbər həmin qəbrə uzanır və dua eləyir. Dua eləyir, qəbirdən çıxır, ondan sonra xanım Xədicəni həmin qəbrə qoyub dəfn eləyirlər. Və Peyğəmbər həmin ili Amul Hüzün, hüzün ilə adlandırır, kədər ilə adlandırır ki, həmən il Peyğəmbərin 2 ən gözəl dayağı dünyadan köçür. Bir, xanım Xədicə Kübra, bir də əmisi Əbu Talib. Xanım Xədicə Kübranın bu hadisəsində yəqin artıq sizə məlum oldu, mən niyə dedim ki, xanımın vəfatını şəhadətə də bənzədə bilərik. Çünki o əslində zülmə görə, müsəlmanlara edilən zülmün uzbatından çətinliyə düşərək vəfat elədi. O çətinliklər xanım Xədicəni tükətdi. Cismi dözmədi, qadındır, zərifdir. Həmişə gözəl həyat yaşayıb, birdən-bir o çətinliklər onu sıxdı, amma bir an belə olsun şikayət etdiyin görən olmadılar. Və deyirdi, nə zaman ac da qalsa, susuz da qalsa, çətinlikdə də olsa, Peyğəmbəri görən kimi üzünə bir təbəssüm qondururdu ki, Peyğəmbərin ürəyinə dərd düşməsin. Peyğəmbər görüb onu düşünməsin, özünə dərd eləməsin ki, mənim xanımım, mənim həyat yoldaşım dərd içindədir, əziyyət içindədir. Həmişə Peyğəmbərin ürəyinin tox tutmasına çalışdı
və həmişə də nəyi var idisə son miqdarına qədər İslamın, Allahın, Peyğəmbərin yolunda xərclədi və dünyadan imanla köçdü, dünyadan İslam üzərində köçdü, dünyadan Peyğəmbərin razı olduğu halda köçdü. Allah hamıya belə bir gözəl, bərəkətli ömür nəsib eləsin inşallah.